Sağlam Radio 93 FM-də Offside dinləyirsiniz. Verilişimizin ikinci hissəsindən davam edirik və Azərbaycan klublarının transfer gündəmləri ilə və Avrokuboklarda iştirak edəcək klublarımızla start verə bilərik, başlaya bilərik. Bəlkə elə başlayaq verilişimizin əvvəlində də qeyd etdiyimiz mövzudan. Turan Tovuz Avrokuboklarda iştirak eləyəcək, yoxsa yox? Ay, öyün yıxılmasın. Hər deyilənə inanma. Hər eşitdiyinə aldanma. Turan Tovuz azarkeşlərinə səslənirəm buradan. Bu bir kampaniyadır. Düşünülmüş bir gedişdir. Elə bil ki, şahmat lövhəsində elə bir dənə gediş gediblər ki, sən oturub fikirləşsən, elə bir çıxış yolu tapa bilmirsən. De niyə? Ümumiyyətlə, biz çox gözəl millətik. Günay. Sadəcə bizim də mənfi xüsusiyyətlərimiz var. Qısqanclıq, paxıllıq kimi. Bu Turan Tovuza qarşı olan, yenə deyirəm, bir kampaniyadır, bir paxıllıqdır, bir qısqanclıqdır. Komanda 32 ildən sonra Avrokuboklar vəsqə qazanıb. 3 ildir UEFA AFFA-nın vasitəsilə lisenziya verir Turan Tovuza Avrokuboklarda oynamaq üçün. Bu təsəvvür elə o qədər qəliz bir prosesdir ki, bax bir tükdən asılıdır. O qədər xırdalığına gedirlər ki, o lisenziyanı verənə qədər. Araşdırırlar, eləyirlər, nə bilim nə. Üstəlik, bu yaxında UEFA-nın nümayəndələri gəliblər ki, Tovuzdakı stadionu yoxlamaq üçün. Ki, Turan Tovuz orada Avrokubok oyununa çıxa bilər, yoxsa yox. Bu dəqiqə orada iş gedir stadionda. Əgər bunlar ola 2019-cu ildə olan bir söhbət yada düşürsə, deməli bu kiminsə bir işidir. Kimsə bunu yada salıb. Ki, belə bir şey var. Hansı ki, yenə deyirəm, bax, Turan Tovuza rəsmi bir məktub gəlməyib ki, qardaş, biz belə bir şey araşdırırıq. Bax, bu mətbuatdan oxuduqlarımızdır bizim. Oxuduqlarımız, eşitdiklərimiz, kimisə danışdıqlarıdır. Mümkün deyir ki, yenə deyirəm, 3 il dalbadal lisenziya versinlər, bir tərəfdən də yadlarına düşsün ki, bax, bir şey də deyim sənə, 2019-da nəyə görə olub bu söhbətlər? 2019-da Araz, səhv eləmirəmsə, Turan Tovuzun Araz Naxçıvanla oyunu olur. Bunlar 1-ci liqada olanda. 1-ci liqada. Hesab deyəsən 5-6 olur, nə olur? Danışılmış oyunlara görə Turan Tovuzun 7 oyuncusun futboldan bir dəfəlik uzaqlaşdırırlar. İndi bax, belə bir məsələ çıxır ortalığa. İndi bir neçə illərdən sonra bu məsələ yada düşüb. Gətirib qoyublar stolun üstünə ki, o vaxtı belə bir şey olub. Həmin o futbolçulardan bir nəfər də olsun klubda çalışmır. Üstəlik, bax, klub rəhbəri var hal-hazırda. Ehtiram Quliyev. Həmin ərəfədə klub prezidenti o olmayıb. Təhvil təslim eləyəndə də o vaxtı ki, AFFA-nın rəhbərliyinin nəzarəti altında idi Turan Tovuz. Başa düşdün, indi çoxları deyir ki, bu AFFA-nın işidir, biri deyir, nəm zirənin işidir. Qardaş, nə AFFA-lıq burada bir şey yoxdur, nə də zirəlik bir şey yoxdur. AFFA, bax, hal-hazırda AFFA-nı idarə eləyənlər, futbolumuzu idarə eləyənlər təzə gəliblər rəhbərliyə. Əslində, bax, bu olanlar Azərbaycan futboluna bir ləkədir. Hazırki AFFA rəhbərliyi istəməz ki, onların rəhbərliyi dövründə Azərbaycan futbolunun adına hansısa bir ləkə yaxılsın. Yəni, çox xahiş edirəm, diqqətlə qulaq asın ki, bunlar çox xırda, çox necə deyim, burada hər sözə görə məsuliyyət daşımaq söhbəti gedir. Başa düşdün? Yəni, bunun üstünə atmayın. Burada kimsə var, kimsə var. UEFA-nın yadına salan var. Yenə deyirəm, 3 ildir lisenziya verirdi, yadına düşmürdü UEFA-nın. Birdən-birə, misal üçün, bax, ötən illəri Turan Tovuz Avrokuboklara gedə bilərdi. Son anda Sabah Kubokun finalında Qarabağı utdu. 4-cü yeri tutan Turan Tovuz qaldı Avrokuboklardan kənarda. Niyə o vaxtda demədilər? Bir adam demədi ki, Turan Tovuzu bax, belə bir şey gözləyir. Heç olmasa klub rəhbərliyi, bax, bu kişilər əziyyət çəkirlər. Ehtiram Quliyevi, klub prezidentinin, Turan Tovuzun prezidentinin küstürmək olmaz, qardaş, yəni bu düzgün deyil. Vallah, billah, adam dəridən qabıqdan çıxır, bir şeylər eləyir. Mən Allah şahidiyəm də. Yəni, mənim orada gedən proseslərdən xəbərim var. Mən bilirəm onlar nə qədər. Bax, təsəvvür elə, UEFA nümayəndələri gəldilər, stadiona baxış keçirdilər, getdilər. O vaxtdan bu vaxta hələ çempionatın sonuna da 1-2 tur qalmışdı. Stadionu bağladılar təmirə. Başladılar təmir eləməyə. Ki, sabah Turan Tovuz Avrokubok oyunun Tovuzda keçirsin. Doğma azarkeşlər önündə. Bakıda deyil.
Yəni bax bu dəqiqə transferlərlə bağlı, hətta transferlərlə bağlı sən bir xəbər də deyə bilərəm. Birazdan yeni transfer xəbərlərindən danışacağıq, hə? Toronto bu dəqiqə 3-4 transfer eləməyə çalışır. Hətta bu yaxında onlar hətta deyim sən ki, bir ulduz futbolçu transfer eləyəcəklər. Mənim aldığım son məlumat, məsəl üçün bax Fransalı futbolçuyla danışıb razılaşıblar. Hələ ki futbolçunun xanımı razılaşmır. Yəni İşlər gedir, bax hər şey qaydasındadır. Sadəcə deyir, milçək bir şey deyil, ürəyi bulandırır. Bir dənə bax belə bir xəbər düşüb ortalığa, aləmi vurub bir-birinə. Heç kim tələsməsin, indidən heç bir qərar verilməyib. Üstəlik, əgər hər hansı bir Allah eləməmiş kimi deyir, o şər deməsən xeyir gəlməz. Allah eləməmiş kimi, əgər doğrudan UEFA Toronto-vuza belə bir qadağa qoysa, o zaman Turanın şikayət eləmək kimi bir imkanı da var. Yəni ona görə tələsməyin qardaşlar, əzizlər. Oradan buradan onu eşidib buna qulaq asıb nə bilim nə fikir qarışdırmayın, aləmi vurmayın bir-birinə. Səbirli olun, biraz gözləyin. Bu həftə bildiyim qədər məlum olacaq nə var nə yoxdur. İnşallah ki hər şey Toronto-vuzun xeyrinə olar. Klub özü də yəni ki bir bəyanat açıqlayar bu məsələləri. Hökmən onlar da oturub gözləyirlər səbirsizliyinə. Burada sənin dediklərin arasında ən belə diqqət çəkən bu məqam odur ki, Misli Premyer Liqasında bir uzun müddət Toronto-vuz çıxış eləyir. Əgər UEFA Toronto-vuzla bağlı belə bir qərar gələcəkdə Avrokuboklarla bağlı, Avrokuboklarda iştirak etməməsi üçün belə bir qərar vermək istəsəydi, o zaman ciddi olan turnir Misli Premyer Liqasında iştirakına icazə verməzdi və Valla da lisenziya niyə verirdi? Bəli. 3 ildə lisenziya alır Toronto-vuz. Həm UEFA-dan, həm də AFFA təsdiqləyir onu. Əgər AFFA-da belə bir fikir olsaydı, ümumiyyətlə lisenziya verməzdilər. Həm UEFA verməzdi lisenziya ki, yox, qardaş sizdə 2019-da belə bir söhbət olub, vermirik. Nətər ola bilər? Yəni bunlar ola. Üstəlik belə bir şey aləm dəyib bir-birinə. Digər komandalarımız isə Avrokuboklara hazırlıqlarını davam etdirirlər. Elə həmin komandalarla davam edə bilərik. Eli Çempionlar Liqasında mübarizə aparacaq sabahdan start götürə bilərik. Komandadan gedən futbolçular var və qalan oyunçular var. Müqaviləsinin müddəti uzadılanlar var. Şafrankası, Sekidikası, nə bilim sonra bir neçə nəfər getdi klubdan. Ancaq yenə də komanda bu dəqiqə, bax mən sənə deyim, sabahla bağlı deyə bilərəm ki, bildiyim qədər bugün 3-4 futbolçu ilə danışıq aparırlar. Hətta yekunlaşmaq üzrə deyərdim, Avropanın böyük beşliyi ölkələrinin klublarında oynayan futbolçulardan gedir söhbət. Yaxşı heyət formalaşdırmaq istəyirlər, çünki sabahı həqiqətən çətin rəqiblər gözləyir. Birinci mərhələdə ola bilsin ki, biraz normal bir rəqib düşsün, ancaq növbəti mərhələlərdə daha çətin, daha güclü komandalar düşəcək. Misal üçün, ikinci mərhələdə Dinamo Zagreb kimi komandaların düşmək ehtimalı var. Ona görə klub rəhbərliyi də hər şey ölçür, biçir, narahat olmayın. Mənə elə gəlir ki, bu illəri sabah ən azı konferansın əsas mərhələsinə qədər gedib çıxacaq. Mən doğrudan bu illəri klublarımıza çox inanıram. Bax, indi danışacağıq digər klublarımızın transfer siyasətindən də, planlarından da, gördüyü işlərdən də. Ancaq, bax, bugün, misal üçün, Qarabağ arxain olur. Yəni, Qarabağda elə. Qarabağ Avrokuboklarda oynayacaq qrupda. İndi hansı turnirdə bunu zaman göstərəcək? Yaxşı olacaq hər şey. Sabahı deyirəm, bax, konferansın əsas mərhələsinə ən azı konferansın əsas mərhələsinə düşəcək. Orada Neftçiyə də inanıram. Neftçi də minimum tapşırıq kimi, yəni qruplar yox da əsas mərhələyə hədəf qoyublar Avrokuboklarda. İndi kimsə deyə bilər ki, biraz nə bilim transferlərdə gecikirlər, nə bilim nə. Çox çətin olacaq. Həm Neftçidə, həm də Toronto-da. Ancaq Vernidub eləyər. Yəni bax söhbət gəldilər indi 4-cü yeri tutub Avrokuboklara vəsqə qazanmaqdan getmir ha. Yəni mən istəyirəm ki, məni yaxşı başa düşün. Siz bir dənə baxın Neftçinin son vaxtlar bax oynadığı oyunlara, qazandığı nəticələrə. Düzdür, Avrokuboklar Azərbaycan çempionatı deyil. Orada Araz Naxçıvanla, nə bilim, canım sən Şamaxı ilə, Sumqayıtla oynamayacaqsan, ancaq hər halda, yəni komandada artıq bir düzən var. Əvvəlki Neftçi deyil, gəlin razılaşın. Yəni Neftçidə əməli başlı irəliləyiş var. Hətta bir şey deyim sənə, bugün oxudum məlumatı, Murad Məmmədov axı Kiprin Pafos klubuna gedir. Neftçi təklif edib ki, onu 1 illik icarəyə verin bizə. Neftçiyə xeyir verər, lakin Murad Məmmədov uzun müddətdir adı elə Pafosla hallanırdı. Bəlkə heç futbolçunun özü istəməz Neftçidə davam eləsin. İlin yarısına gedər, yoxsa 1 illik nəzərdə tutulur? 1 illik nəzərdə tutulur. Bilmirəm indi Pafos buna gedər, getməz, onun yalan deyərəm. Ancaq Murada da doğrudan biraz burada bəlkə də bişmək lazım idi. Biraz 1 il bəlkə də sonra geçsəydi. İnşallah ki, xeyirli olur olsun. Murad da oradan istedadlı, həm də həm insan kimi insandır. Bax, Neftçidə başqa uşaqlarda var. Neftçidə gənc futbolçular var. Ancaq Murad da oradan onların, yəni hər şeydən xəbərimiz var da, şükür Allah, hansı dövrdə yaşayırıq. Murad haqqında ancaq xoş sözlər eşitmişəm ki, yəni insan kimi də var, heç kimdən işi yoxdur, sakit gəlir, başını salar aşağı, məşqini eləyər, futbolunu oynayar. Murad deməli
Vernidub Neftçiyə gələndən sonra qış təlim məşq toplanışı getdilər ki, xaricə keçdilər, gəldilər. Qayıdandan sonra Vernidub nə qədər təriflədi Murad Məmmədovu. Deməli adamda bir şeylər var da, heç kimi oturduğu yerdə ala qaşına, qara gözünə vurulub, yəni haqqında xoş sözlər deməz. Hə, kimisə asılacağı varsa eləyər onu. Vernidubun Murad Məmmədovda nə asılacağı olsun ki? Ona görə də Muradda hər şey qaydasında da Murad, çox xahiş edirəm, əgər bir yol tutmusansa onu axıra kimi davam elə, sənə uğurlar, dəstəyi. Mən inanıram ki, bir gün səni daha böyük klublarda görəcəyik. Neftçi klubu ilə davam edə bilərik. Komandadan ayrılanlar dərhal açıqlandı. Vincent Abbakar göndərildi, Edwin Kuch və Christian Kostin komandadan ayrılanlar arasındaydı və bir də Rüfət Abbasov yenidən komandaya bəli qayıtdı. Evinə qayıtdı belə deyək. Elə də paylaşmışdılar, evə xoş gəlmisən. Neftçi komandasında bəs cari mövsüm üçün yenidən ötən mövsüm çox transferlər gerçəkləşdirdilər. Komanda yenidən sıfırdan demək olar ki, yığıldı. Bəs bu mövsüm üçün, yəni növbəti mövsüm üçün artıq Avrokuboklar üçün xüsusilə bu komandanın transfer gündəminə neçə futbolçu lazımdır? Hansı mövqelərə oyunçular cəlb olunmalıdır? Burada mən sənə deyim ki, var nə idi? Daha doğrusu lazımdır. Neftçi güclənməlidir, sözsüz. Samir Abbasov bir sağ ol düşür. Niyə mən sənə deyim? Samir Abbasov gəldi, komandanı təmizlədi. Hələ də Neftçinin heyətində Neftçiyə layiq olmayan. Mən çox sərt deyəcəm də bu sözü. Hətta dedim artıq ki, Neftçiyə layiq olmayan futbolçular hələ də var Neftçinin heyətində. Sən Neftçi elə bir böyük klubdur ki, orada işləyən, ümumiyyətlə futbol oynayan fərqində olmalıdır. Harda olduğunun, kim üçün oynadığın. Yəni bu azarkeşlər, bunlar ən yaxşısına layiqdir. Neftçinin azarkeşləri orada ağsaqqal kişilər var. Oturub yəni Neftçinin cikindən bikinə kimi hər şeyi bilirlər. Hər şey bütün oyunlarına gedərlər, baxarlar. Küssələr belə bir ara çünki doğrudan Neftçi azarkeşlərini küstürmüşdülər. Ancaq yenə də Neftçi indi toparlanıb qalxıb ayağa. Elə bil ki yaralı aslandır Neftçi. Yaralı aslandır, ancaq yaraları yavaş-yavaş sağalır. Neftçinin rəhbərliyi artıq hiss olunur ki, bunlar tüklər demişkən kafalarına takıblar. Ki bu mövsüm artıq həmin o mövsümdür məncə. Növbəti il artıq Neftçinin 90 illiyidir. Neftçi daha böyük uğurlu çıxış üçün, yəni böyük addımlar atmağa başlayır. Bu qıraqdan görsənməyə bilər. Ancaq əmin olun ki, bu insanlar yəni bir şeylər eləməyə çalışırlar. Ən azı bugün əllərindən gələnin artığını eləməyə çalışırlar ki, Neftçi daha yaxşı olsun. Mən zamanla yaxşı Neftçinin, daha yaxşı Neftçini görəcəyik. Məncə bu illərlə o geridə qalan uğursuz Neftçi var idi ya. Mən buradan deyirəm ki, geçsin o günlər gəlməsin. Qara günlər Neftçi, geçsin. Neftçi ən yaxşı, əlbəttə başlayaq. Neftçi ən yaxşı şeylərə layiqdir yəni. Neftçinin əzəli rəqiblərindən Qarabağın gündəmində isə Avropa Liqasına hazırlıqlarında əslində birinci təsnifat mərhələsində yenə Qarabağın da rəqibləri keçiləsə də ikinci təsnifat mərhələsində bir qədər işlər yavaş-yavaş çətinləşməyə başlayır və komandadan ayrılanlar var. 4 futbolçu bu ana qədər ayrılıb və 2 yeni transfer olunub. Ayrılan futbolçulardan Emanuel Addayev, Rami Şeydayev, Samim Maye'nin gedişatı açıqlandı və Tural Bayramovun da gedişatı belə hamını şoka salacaq şəkildə Bursaspor klubuna transferi oldu. 2 futbolçu da gəldi. Bunlar Jali Muaddib mövsüm bitmədən açıqlandı və digər oyunçu isə Zakariya Sabo oldu. Aha. Deməli Qarabağda vəziyyət necədir? Qarabağ transferlər komanda tez ayıldı doğrudan. Elə bir başları daşa dəyəndən sonra, yaxşı mənada dəyəndən sonra Qarabağ elə bir ki oyandı ki, yox da o deyil. Heyəti daha da gücləndirmək lazımdır. Üstəlik hər mövqedə rəqabətə davamlı futbolçular olmalıdır ki, bu gün biri zədələndən sabah. Çünki başımıza gəldi bizim. Yəni elə bu mövsüm, yəni ötən mövsüm deyə bilərik də artıq, hə? Deyə bilərik. Artıq turnirlərin hamısı Avrokubok turnirləri qutardı. Çempionlar Liqasında, Avropa Konferans Liqasında. Bax Qarabağda eyni mövqedə məsəl üçün Elvin Cəfərquliyevdən Toral Bayramov oynayırdı. İkisi də demək olar ki, növbəti mövsüm komandada olmayacaqlar. Elvin biraz ingilislər demişkən 50-50-dir. Yəni 50-lə 50-də 50-50-yə. Ancaq Toral artıq getdi. Doğrudan şoka saldı. Sən bir qeyd elədin. Yəni mən açığı gözləmirdim Toraldan. Niyə? Çünki sən milli komandanın oyunçususan. Üstəlik Qarabağın heyətində necə deyim sənə, Çempionlar Liqasında elə oyunlar oynamısan ki, qardaş sən biraz özümüzü ucuz satmamalıyıq. Yəni mənə elə gəlir ki, sözüm bəlkə də biraz sərt oldu. Doğrudan yəni biz necədir? Biz birinci özümüzə qiymət verməyi bacarmalıyıq. Daha yaxşı çempionata. Mən misal üçün bir yağ dedim, Kvaratskhelia paxıllıq eləyirəm. Niyə Azərbaycanlı futbolçu yoxdur? Türkiyə Süper Liqası da yox. Sən gəlsən Türkiyənin birinci liqasına. Mən başa düşdüm də Bursaspor çempion olub, nə bilim Bursasporun böyük azarkeş kütləsi var. Onu da başa düşdüm. Qardaş biz geriyə niyə addım atırıq ki? Bunu biraz irəli atmaq olmazdı ki? Daha bir nə bilim o
İndi bizə necədir? Ölkədə nə deyirik? Menecerlərimiz, nə bilim nə. A qardaş, qoy menecerlərimiz inciməsin bizdən. Bizim elə ən böyük problemimiz menecer problemidir. Futbolçunu çıxara bilmirlər bazara. Onsuz da sayı həddindən artıq azdır və Azərbaycanlı futbolçularda, Azərbaycana gələn digər legioner oyunçularda Azərbaycanlılarla işləmirlər, digər agentliklərlə çalışırlar. Azərbaycanda onsuz bu məsələdə çox axsaqlıqlar var. Yox, hamı danışanda açıq da, gəl açıq danışaq. Bu günləri elə menecerlər var ki, belə qıraqdan onu danışdırasan, elə bilərsən ki, Messinin meneceridir. Nə bilim, Cristiano Ronaldo meneceridir. Ancaq denən ki, qardaş, bir dənə uzaqbaşı deyəcək ki, nə bilim, hansısa futbolçunu Kosova çempionatına aparmışam, nə bilim, Albaniya çempionatına aparmışam. Qardaş, işləyin də, başa düşdüm, adımı menecer qoy. Mən əgər, necə deyərlər, ayaqqabı təmir eləyənəmsə, mənim fikrim ancaq nə bilim hara gedərəm kimisə ayaqqabına baxmaqdır. Nə bilim qaldır ayaqqabının altına baxım, tabanı yeyilib, nə bilim qırağı cırılıb, ver onu tikim. Mənim fikrim də ancaq bu olmalıdır da. Menecersən qardaş, başımı sal, ancaq işimi gör. Göstər ki, mən bunu yaxşı bacarıram da. Başa düşdün? Yəni mənim əlimdən gəlir də bu. Sən mənə özünə etibar eləyə bilərsən. Məsəl üçün futbolçunu deyirəm. Futbolçu görəndən sonra ki, məsəl üçün Əbdül yaxşı futbolçuları çıxarır, yaxşı klublara aparır. Gələcək ki, Əbdül, mən də çıxmaq istəyirəm ölkə xaricində, kömək elə mən də gedim. Həm də Əbdül, sən də qazanırsan da, havayı Dədə Ehsanı aparmırsan ki, hansısa futbolçunu xarici kluba. Elə deyil. Mən menecerlər haqqında danışıram, indi yenə deyirəm də, bizdə hə, küstü, hə. Filan kəs nə bilim, qardaş, budur da, gördüyümüz budur da, yoxdur, bir göstər də, hərəkət elə deyim ki, filan kəsi apardı filan kluba. Yoxdur axı. Neyse, sözümün canı nədir? Qarabağla bağlı danışırdı, Qarabağla bağlı davam eləyir. Qarabağ gördü ki, kasat heyətlə çox uzağa getmək mümkün deyil. Çempionluğu da, necə deyərlər, o Qarabağın hegemonluğuna son qoyuldu, Sabah çempion oldu. Ondan sonra elə girişdilər ki, bu transfer məsələlərinə. Transfer pəncərəsi açılacaq bildiyim qədər ayın 19-unda. Ona qədər artıq 2 dənə transfer elədi. Yəni çox qısa müddət, özü 3 gün oldu arada, 4 gün oldu. Qısa müddət ərzində 2 transfer elədilər. Hələ transferlərin ardı gələcək. Misal üçün, bax, elementar bir şey deyim. Doğrudan Qarabağ heyətin kasatçılığından əziyyət çəkirdi. Misal üçün, Marko Yankoviç zədələnirdi. Kaydi gəlirdi, Yankoviçin yerinə oynayırdı. Nə bilim, Əbdül Tofiqin yerində, Tofiq Əbdülün yerində. Məsələn, Bəhlul Mustafazadə mövsüm gedişində zədələndi. Mateus Silva mərkəz müdafiəçisi oynayırdı balaca boyu ilə. Yəni Bəhlulun gedişi məsələsi var. Var idi, yox. Çindədir, istirahətə gedib. Keçən dəfə atası açıqladı. 5 günlük istirahət, 5 günlük vaxt olub. O da Çini seçib. Yaxşı eləyib. Mən də Asiya ölkələrində olmamışam. İstəyərdim çox getmək oralara. Nəysə. Oradan da onunla maraqlanan klublar var. Doğrudan maraqlıdır da. İndi Çinlilər hardasa bilirik də, hoppanan, nə bilim, qaçan, sürünən nə var, tutub yeyirlər. Ancaq gedib orada bir normal yemək tapmaq olar da 2-3 gün. Ancaq gəzmək lazımdır. Nə sözümün canı nədir? Yəni gördük biz, Yanka misal çəkdim, Bəhlulu misal çəkdim. Digər mövqelər də var. Misal üçün yenə deyirəm, Elvinlə Toralı mövqeyi var idi, heç biri yoxdur orada. İndi Qınalidir, hə? Qınali gəlib, o da tam necə deyirlər, adaptasiya olmamışdı. Mövsümün gedişində görürdük də, yəni o effekti vermirdi. İndi o mövqeyinə də bir nəfər futbolçu lazımdır. Üstəlik deyirəm, sabah müdafiəçilər misal üçün Bədavidir, orada Bəhluldur, Medinadır. Bunların ikisindən biri zədələndi. Özü də deyim sən ki, uzun mövsümdür, heç kim sığortalamayıb zədələr. Sabah istənilən futbolçu zədələnə bilər və onu əvəz eləyəcək kimsə lazımdır. Məncə məcburiyyətdən Bədavi getmədi. Bədavi planlaşdırılmışdı ki, güya bu mövsümün axırında getməli idi. Getmədi. Məcburiyyətdən qalıb. Hələ bir ildə Qurban müəllim dedi ki, təcrübəsi bizə kömək eləyirdi. Hə, başa düşürəm, ancaq yenə də yəni hərdən Bədavi görürsən axsıyır, yəni əyaqlaşa bilmir artıq komanda yoldaşlarına. Yaşlı sözünü deyir. Biz məsələn Bədavi də Cristiano Ronaldo deyir ki, 41 yaşında Səudiyyə Ərəbistanı çempion olsun. Başa düşdün? Yəni demək istədiyim nədir? Qarabağ hələ transferlər eləyəcək, tələsməyin. Hələ heç transfer pəncərəsi açılmayıb. 3-cü epizod kimi olacaq, o hamıya maraqlıdır. Əslində bu 2 nəfər ki gəlib, bunlar son 1-2 ayda daim adları çəkilən futbolçulardır. Görsən, o da olmayan yerdən üstü çıxmır. Əgər kimisə adını çəkirlərsə, deməli doğrudan danışıq gedir. Qarabağdan yaxşı transferlər gözləyin. Baxmayaraq ki, misal üçün Duran var idi. Düz Nəriman getdi, Duran var idi hücumçu kimi, Zakariya Savo gəlib. Biz Qarabağ gələn futbolçulara nə yalan deyim sən, nə Jali Muadibi, nə Zakariya Savosun əvvəl heç bir oyunun görməmişəm. YouTube-da da nəyəsə baxmaq o demək deyil ki, bu əjdahadır, nə ola bilər ki, hansısa komanda oyuna alınırdı, hansısa komanda yox. Biz elementar misal çəkə bilərəm. Kuaku misal üçün gəlmişdi, bura gördün, alınmadı, çıxdı, getdi. Yəni 4-5 transfer eləyirsənsə, o demək deyil ki, hamısı gəlib burada partladacaq. Başa düşdün, hansınınsa oyunu alınmaya bilər.
Ona Amma görə yenə də belə də şeylər Qurban nəzərə almaq Qurbanov lazımdır. transfer elədiyi futbolçulardan əksəriyyətindən istədiyini alacaq və mövsüm arası fasilə davam edir və bu müddətdə də klublarımızın, xüsusilə Avrokuboklarda iştirak edəcək komandalarımızın gündəmləri ilə yenidən yaxından tanış olacaq transferlərdə kim, hansı klubumuz nə iş görür. Təşəkkürlər Orxan. Mən təşəkkür Bugün edirəm. gəldiyin üçün. Nəfəsim kəsildi, ancaq çox sağ ol. Yana doğrudan bura gələndə adamın ürəyi açılır. İstəyirsən də danışasan. Futbolda həmişə demişəm elə bir gözəl bir xəstəlikdir ki, adam yoluxmaq istəyir ona. Xüsusilə bu dəqiqə diqqətlər hamısı Avrokuboklara gedəcək klublarımızın transfer siyasətindədir. Transfer maraqlarındadır. Kim alırlar, kim gətirirlər, kim yola salırlar. Şamaxı da bir ucdan ilə yola salır ha. 13 nəfər də oradan gedib. Nəysə. Zirə də göndərib Zirə də futbolçularını. göndərə gedir 5-də. Göndərib. Hə, yəni çoxdur, xəbər çoxdur. Ona görə də sosial şəbəkələrdə bizi izləyin. Həm Offside-ı, həm də elə Orxan Sübhanı. Eyni zamanda Sağlam Radio 93 FM-də. Hökmən. Bəli. Özünüzdən müğayət olun. Bir daha təşəkkür edirəm dəvətə görə. İnşallah qismət olsa yenə gələcəm, görüşərik, danışarıq. Sağlam Radio 93 FM-də Offside-ı dinlədiniz. Sağollaşıram sizinlə. Yenidən Offside düşməyi unutmayın. Hələlik özünüzdən müğayət olun.